Kim Allahla ünsiyyət qurarsa, o insan rahatlıq, sevinç içində olar. Qəlbi açılar, qəlbi genişlənər. O zaman insanın qəlbində Allah sevgisi kök salar. Allahın gözəl adları və sifətləri onun daxilində yer tutar. Anlayar. Heç bir şey boş yerə deyil. Hər bir şey Allahın hikməti iləndir. O insan Allahın adlarını bilər, öyrənər. O adlar sifətlərlə yaşayar. Allah rəhimlidir, mərhəmətlidir, gözəldir, şəfqətlidir, kərimdir. Bu kimi digər adlarla necə, nə qədər Allahın böyüklüyünü, ucalığını qəlbində hiss edərsə, o qədər Allaha nədir? Yaxın olacaq. Yəni Allaha yaxınlıq hissi onun qulu üçün onunla ünsiyyət qurmaq, onun qayğısı altında olmaq, sevinci və rahatlığı təmin edir. Hansı ki, çoxları bu əzəmətli qəlbi ibadətdən yoxsuldurlar. Nəyə görə? Günahlara görə. Çünki nə qədər insanın günahları çox olsa, Allah Teala ünsiyyətdən Allah uzaqlaşdırır. Allahla ünsiyyət səbəbsiz deyil. Bu ibadətin nəticəsidir. Allah sevgisinin, məhəbbətin bəhrəsidir. Kim Allaha itaat edər, onun əmrlərinə tabi olar, onun qadağalarından çəkinərsə, qəlbində Allah sevgisi doğular. O zaman Allahla ünsiyyətin dadını duyar, o həzz alar, duası və yalvarışı ilə sevinç tapar.